Deyir, nə bilim, qara keşiş apardı, Türkiyə tərəfə getdi. Deyəsən İstanbul'a getdi. Kərəmin də bir dostu var, Lələ adında. Lələ gedək. Gəlirlər Erzurum dağlarının ətəyinə çıxırlar. Çobana rast gəlir, salam aleyküm, çoban aleyküm alır. Əslini gördün, çoban gülür, deyir, burada əslinə gəzir, evin dağılmasın sənin. Bəni necə eləyək, nə tərəliyə çox deyir çoban, az eşidir, burada götürür, Şirvan şikəstəsi üstən. Necə soruşur, əslini qulluğu zərz eləyək. Çoban kardeş, çoban benim kanesimi gördün mü? Ağlara beyninden gelir damlaya, çoban ay benim kanesimi gördün mü? Leyle yazer, yazdıkma der, yazdıkma bana. Çoban benim kanatımı gördün mü diyende deyir ekşi sen benden kuzunu sorur, boyunu sorur, keresi yansır, küresi yansır, kulağısı yansır, ben ne bilmezsin götürür duvara. Şu boynun duruşu, bir ah tersem, karlı dağlar alışı, sevgi sevgisiyle Hasan görüşü çoban benim kaneslimi gördün mü diyende dedi hele bir özü isnat verir, görek Kerem özü nece isnat verir kulluğu zərz eləyər. Nərgiz butası, qara məlik əsası, Məryəm anası, çoban mənim xan əslimi gördün mü deyəndə çoban gördü bu Kərəmdir. Dedi Kərəm, Kərəm eylə, sənin əslin daş bulaqdan su içib almalı dağdan qara keşiş apardı İstanbul'a. Aya belə şey olmaz dedi canım. Dedi elə kişi görərdin, o yana qaçırdardı, verməzdi görərdin. Odur ki, deyirlərə gedək, deyir bir qara kuzu kəsim, yeyin, viladının dəstəsi qara kuzunun dadını yaxşı bilir. Odur ki, burada döymə Kərəm yerlərəsinə necə deyir, gedək, buyurun.
götürür çomağı yanık kərəmiyə. Necə deyir qulluğunuza bir də görək. Bax, bax, bax.